Öydə xanımı onun üstünə qışqırırsan, təhqir edirsən biləsin. Saymadım tutsan, axı onun səndən sonra kimi var? Uşağın gəlir qabağa, sənə deyir, baba mənlə oynursan, onun da sözlərinə təvəccüh eləmiysən və eşitmədim tutursan. Sabah da sübh işə edəndə əlləri qoyursan göyə, deyirsən Allah, mənə bərəkət ver. Kömək eləcən rizqi ruzum çoxalsın. Yadından çıxıbdı. Bərəkət dünən xanımın ürəyindəydi, uşağın ürəyindəydi. O ürəkdəydi ki, sındı, vəli söz danışmadı. Haman Allah ki, sübhlər sənin dualarını eşidir, gecə o rəftarlar ki, xanımınla, uşağınla edirsən, onları da görür. Ta o zaman ki, yanındakı adamların ürəyini sındırırsan, müntəzir mucizə olma. Bu mövzunun da ağa xanımı yoxdur. Yadında qalsın, bərəkət öz övündən başlanır. O rəftarlar ki, xanımınla, ağınla, uşağınla, babanla, mamanla, bacınla, qardaşlarınla eləyirsən. Bu sözlərlə müvafiq olsan, peycimi saxla.